Şifrələr bölməsindən belə bir məntiq tapşırığı var. Taksi sözü kompa sözü ilə əvəz olunub və bu qayda ilə kartof sözünün variantlar arasında qarşılığını tapmaq lazımdır. Kartof K ilə başladığından taksidəki üçüncü hərfə baxırıq. K-nın qarşılığı M-dır. Deməli, bizim növbəti sözümüz M hərfi ilə başlayacaq və variantlar arasında digər hərflərlə başlayan sözləri kənarlaşdırsa, E və A variantları qalır. Moykap və Monkiş. İlk hərflər M-dır. A hərfi O ilə əvəz olunur. Baxırıq, hər ikisində də O-dur. Sonra R hərfini bir yerin boş qoyuruq, çünki taksi sözündə R yoxdur. T-ya gəlirik, dördüncü hərf P olacaq və digər hərflər taksi sözündə olmadığından, kartofdakı O və F hərfləri olmadığından baxırıq, S hərfinin qarşılığı P-dır, kartof sözündə isə P yoxdur. A variantında isə P var. Ona görə A variantı da çıxsa, E variantı qalır. Cavab Monkişdir.